Deməli, bu gün mən sizə venöz tromboembolizm və ağciyər hipertenziyası haqqında məlumat verməyə çalışacağam. İnşallah informativ olar. Başlayaq. Venöz tromboembolizm dedikdə əslində burada iki patologiya nəzərdə tutulur. Dərin venaların trombozu və pulmonar emboliya birgə venöz tromboembolizm termini altında birləşdirilir. Bu da səbəb ona görədir ki, birincisi bu iki patologiya bir-biri ilə çox sıx əlaqədardır və onların diaqnostikası, müalicəsi, yəni demək olar ki, eyni aparıldığı üçün elə bir termin adı altında öyrənilir. Və biz birinci dərin venaların trombozundan başlayırıq. Çünki dərin venaların trombozu pulmonar emboliyanın əsas səbəblərindən biridir və əslində adı da mahiyyətindədir. Yəni burada dərin venaların trombozuna söhbət gedir və başlamamışdan öncə istəyərdim ki, biraz anatomiyasına nəzər salaq. Belə ki, venoz sistem və biz dərin venaların trombozu dedikdə əsasən aşağı ətrafların dərin venalarından söhbət gedir, amma bu o demək deyil ki, bu yuxarı ətraflarda ola bilməz. Yuxarı ətraflarda da venaların trombozu olur, nadir də olsa. Aşağı ətraflarda venoz sistemi belə deyək də, lor dilində 3 hissəyə bölsək, baldır, bud və çanaq sisteminə. İlk öncə baldır venalarından başlayırıq. Ümumiyyətlə venalar özü səthi, perforant və dərin venalar olaraq bölünürlər və baldırdakı dərin venalar böyükləri 3 qrup əhatə edir. Ön qamış, arxa qamış və inci venaları. Və ona görə də baldırda digər nahiyələrdən müəyyən qədər çox olduğu üçün venalar, əgər biz klinikada simptomatikanın daha zəif inkişaf etdiyini görürük. Çünki məsələn birində tromboz olsa belə, digər ikisi müəyyən qədər kompensasiya edə bilir. Amma bud ya da çanaq hissənin trombozunda bu belə olmur. Bu üç venalar daha sonra birləşərək dizaltı vena və bud venasına açılır. Daha sonra isə çanaq venalar sistemi gəlir ki, bura ümumi qalça venalara aiddir. Burada da bir anatomik əngəl var, belə deyək, bizə hansı ki mane olan. Bəzi insanlarda sol qalça venası sağ qalça arteriyası ilə sıxıla bilir. Bu sindrom haqqında biraz qabaqda danışacağıq. Bu özü də dərin vena trombozunun yaranmasına səbəb ola bilir. Etiologiya və patofiziologiyasından danışmalı olsaq, əslində trombozun əsasında duran şeydən danışmalıyıq ki, bu da Virchow triadasıdır. Elə bunu bilmək əslində bizə həm etiologiyadan xəbər verir, həm də patofiziologiyadan. Burada da əsas bilirik ki, 3 punkt var. Hiperkoagulyasiya, vaskulyar zədələnmələr və staz, yəni qanın hərəkətinin yavaşlaması. Biz ilk öncə hiperkoagulyasiya vəziyyətindən başlasaq, burada irsi səbəblər də ola bilər və qazanılma səbəblər də ola bilər. Ola bilər ki, müəyyən faktorların çatışmazlığı, məsələn, faktor 5-in protein C və ya C-nin çatışmazlığı özü hiperkoagulyasiya vəziyyətinə səbəb ola bilər. Bundan başqa antifosfolipid sindrom özü hiperkoagulyasiya vəziyyəti üçün belə deyək, şərait yaradır. Və ya iltihabi xəstəliklər, autoimmun vəziyyətlər, xüsusilə sistem vaskulitlərdə, məsələn, sistem vaskulitli xəstələr hiperkoagulyasiyaya çox meyllidirlər. Bundan başqa dediyimiz kimi bədxəstəli proseslər də hiperkoagulyasiya vəziyyəti yarada bilirlər. Daha sonra isə damar endotelinin zədələnməsidir. Bu tromboflebit nəticəsində də ola bilər, hər hansısa travma nəticəsində də ola bilər. Və sirkulator staz, elə burada biz hərəkətsizliyi nəzərdə tuturuq və hərəkətsizlik dərin vena trombozunun ən əsas səbəblərindən biridir. Bəzi iltihabi xəstəliklər var ki, bunlarda dərin venoz trombozun rast gəlmə riski çoxdur, xüsusilə ikinci tip şəkərli diabet ola bilər, xoralı kolitlər də ola bilər və bunlar da elə bayaq dediyimiz hiperkoagulyasiya vəziyyətinin yaranması ilə əlaqədar inkişaf edirlər. Bir də hiperkoagulyasiya vəziyyətinin yaranması ilə əlaqədar inkişaf edirlər. Biz daha çox aşağı ətraf dərin vena trombozundan danışırıq, amma yuxarı ətraflarda da bayaq dediyimiz kimi yarana bilər. Burada ən əsas səbəb olan sindrom torasik çıxış sindromudur. Bu sindrom əslində özü belə deyək, 3 növ olur. Nevrogen, arterial və venoz. Bizi maraqlandıran venoz növüdür və bu zaman ola bilər ki, əzələ, ola bilər ki, qabırğa, ola bilər ki, körpücük sümüyü vasitəsilə həmin dediyim 3 strukturdan biri, bizə lazım olan vena sıxılır. Bu özü də travma səbəbindən inkişaf edə bilər və ya ola bilər ki, şəxsin işi fiziki işlə əlaqədardır, yəni fiziki güclə əlaqədardır. Yəni ağır fiziki işlə məşğul olan insanlar da inkişaf edə bilər. Bircə dəqiqə kimsə gəldi, qəbul edeyim.
Bir də Mahirə, zəhmət olmasa bu aşağıdakı slaydı paylaşırsan. Onu Aha, nədir? Bizdə nədir? görünür. Hə. Hə. Oh my God, rusca olduğu üçün bir dəqiqə nədir? Nəsə onu üçün bağlamaq. Bunu. Hə, onu deyirəm ya. Hə. Thank you. Bir dəqiqə. Və deməli, nə daş? Aha, bu və toraksik çıxış sindromunda həmin venanın sıxılması ilə əlaqədar ola bilər ki, xəstə fiziki ağır işlə məşğuldur və ya idmanla məşğuldur. Bu zaman bu venanın sıxılması ilə əlaqədar da yuxarı ətrafların dərin venoz trombozu yarana bilər. Burada əsas əlamət digər simptomlar da görünür. İndi simptomatikanı danışacağıq. Bir də yuxarı ətraflarda müəyyən qədər asimetriya olur bu zaman. Bu da önəmli bir tapıntıdır, belə deyək. Diaqnostikadan başlasaq, biz anamnez və fiziki müayinədən başlayırıq, yəni daha sadə üsullardan. Belə bir qiymətləndirmə cədvəli var. Bilmirəm indi bizdə nə dərəcədə istifadə olunur, amma risk faktorlarına əsasən qiymətləndirmə cədvəlidir. Kimlərdə ki, bunun burada belə deyək, topladığı xal 3-ü keçir, o artıq dərin vena trombozuna namizəd olur. Və bayaq dediyimiz məsələn xərçəngi var xəstənin və ya hərəkətsizdir. Bu kimi şeylər aiddir bura. Ola bilər ki, xəstələrdə belə deyək də klinik simptomatikada xəstələrdə ağrı ola bilər, müəyyən hissədə ödəm ola bilər. Diffuz yayılmış ödəm daha çox posttrombotik sindromun əlamətidir, amma müəyyən lokal ödəm bizə dərin venoz trombozdan xəbər verir. Ola bilər müəyyən qədər qırmızılıq olsun həmin nahiyədə hərarət olsun və ya vena boyunca biz palpasiya etdikdə ola bilər xəstə ağrı hiss etsin. Bir də fiziki müayinədə HOMAS simptomu var. Bu həssasdır, amma o qədər də spesifik simptom sayılmır. Belə ki, xəstənin bir növ ayağını qatlayırıq, yəni dorsifleksiya vəziyyətinə gətiririk və bu zaman təzyiq göstərdikdə xəstə yenidən ağrı hiss edir. Bu da fiziki müayinədə tapılan əlamətlərdən biridir. Bir də əgər dərin venoz tromboz çox ağır səviyyədədirsə, biz ağ və göy flegmaziyaları da görə bilərik. Bunlar bir növ mərhələli inkişaf edirlər. Biz ilk öncə ağ flegmaziya yaranır. Burada belə deyək, venoz segmentdə tromb var, amma kollateral damarlar hələ də qorunub deyə sianoz hələ ki baş vermir. Bu süd ayağı adlandırılır. Amma tezliklə kollaterallar da belə deyək, damarlar da tutulan kimi göy flegmaziyaya keçir və bunun müalicə olunmaması artıq qanqrena, ətrafın itirilməsinə qədər gətirib çıxarda bilər. Və əgər klinik anamnezə, fiziki müayinəyə əsasən bizdə dərin venoz tromboza şübhə yarandısa, biz mütləq ultrasəs müayinə etməliyik və ultrasəs müayinə bizə 4 əsas tapıntını verir. Elə əslində bunun əsasında da diaqnozu qoymaq olur çox vaxt. Birinci tapıntımız kompressiya olunmamadır. Burada normalda biz ümumi femoral arteriya və ümumi femoral venadır və normal zamanı biz ötürücü ilə təzyiq göstərdikdə o bağlanmalıdır. Lakin burada görünür ki, xəstədə tromboz var və təzyiq etdiyimiz zaman bağlanmır. Bir də elə burada görünmüşkən də deyim, məsələn, normalda dərin venaları dərin arteriyalar müşahidə edirlər, amma səthi venalarda isə bu olmur. Bu ultrasəs müayinə zamanı bir növ tapmaq üçün bizə orientir ola bilər. Daha sonra isə təbii ki, laxtanı birbaşa görmək özü dərin venoz trombozun sübutudur. Laxta özü də ola bilər hərəkətsiz olub divara pərçimlənsin və ya ola bilər ki, mobil olsun. Ondan başqa isə deməli burada həmin venada Doppler axın edirik və rəngli axın ya çox zəif olur, ya da ki, ümumiyyətlə olmur. Məsələn, burada ümumiyyətlə heç yoxdur. Arteriyada var, amma venada axın yoxdur. Bir də augmentasion axın üsulu var, tapıntısı var. Buna əslində o qədər də çox müraciət olunmur, yəni ədəbiyyatlarda belə yazılıb. Amma deməli bu zaman nə edirik? Ötürücü yenə venanın üzərində olur və biz əlimizlə bir növ təzyiq göstəririk həmin venaya. Normalda baxın burada axını görürük və təzyiq etdiyimiz zaman o gördüyümüz axın artır, amma dediyimiz kimi, yəni venada tromb olduğu zaman nəyə heç axını da görmürük, axının artmasının əlamətini də müşahidə etmirik. Amma bu biraz az belə deyək, nəzərə alınan tapıntıdır və
Biz amma ultrasəs müayinə zamanı bəzi şeyləri nəzərə almalıyıq. Bunlardan ən birincisi, məsələn, bayaq dediyim dərin və səthi venalara diqqət etməliyik. Məsələn, biz burada tromb var, amma məsələn burada səthi venadadır tromb, dərin venada deyil və dediyim kimi də əsas orientir dərin venanı, dərin arteriyanın müşahidə etməsidir. Və bundan başqa, əgər səthi venaların trombozundan söhbət gedirsə, yəni səthi venaların genişlənməsi varsa, biz varikozlaşmış damarı görürük ultrasəs müayinə zamanı. Digər bir fərqləndirməli olduğumuz şey patologiya Baker kistasıdır. Belə ki, Baker kistası xüsusilə partladığı zaman özü də ağrı ilə müşahidə olunur və klinikası müəyyən qədər dərin venotrombozuna bənzəyir. Düzdür, ağrının şiddəti fərqli olur. Burada ağrı çox kəskin olur, birdən başlayır. Amma yenə də həmçinin ultrasəsdə də fərqləndirmək üçün birincisi, yəni Baker kistasının sərhədləri çox aydın yumru formada olur və ölçüləri də daha böyük olduğu üçün biz bunu fərqləndirə bilərik. Daha sonra isə baxan zaman ola bilər ki, xəstədə aktiv iltihab prosesi var və aktivləşmiş limfa düyünü bizə damarı görməyə mane ola bilər. Çünki yəni köndələn kəsikdən baxanda elə damarda, limfa düyünü də eyni görünür. Bu zaman məsələn uzunluğuna görüntüyə keçməklə limfanı damardan ayıra bilərik. Belə ki, uzunluğuna görüntüyə keçəndə limfa damarı limfa düyünü damardan fərqli olaraq yumru şəklində görsənir, boru şəklində yox. Aktivləşmiş iltihabi proseslərdə bu bizə mane ola bilər. Bir də psevdoanevrizmalara diqqət cəlb etmək istəyirəm. Belə ki, normalda əgər hər hansı travma səbəbindən və ya güllə yaralanması ola bilər, bıçaqlanmalar ola bilər, bu zaman deməli psevdoanevrizmalar yaranır və psevdoanevrizmalar özü ətraf toxumaları sıxdığı üçün, təzyiq göstərdiyi üçün dərin venoz trombozun yaranmasına risk faktorudur. Və bunu da vaxtında aşkar etmək önəmli rol oynayır. Bu zaman əlamət belə yin-yang əlaməti adlanır. Belə ki, psevdoanevrizma zamanı biz ultrasəs zamanı baxdıqda, axın verdikdə psevdoanevrizmada sistolada psevdoanevrizmaya qan dolur. Daha sonra isə diastolada onun bir qədər müəyyən bir hissəsi arterial boşluğa geri qayıtmağa çalışır və bu zaman belə qarışıq bir görüntü yaranır. Buna yin-yang əlaməti deyirlər. Bunu da tapdıqda, məsələn, artıq dərin venoz trombozun profilaktikasına və təbii ki, psevdoanevrizma müalicəsinə başlamaq lazımdır. Əgər dediyimiz kimi ultrasəs çox informativdir, amma ola bilər ki, belə deyək, yüksək şübhəmiz var, amma ultrasəs normal gəldi. Bu zaman biz D-dimer testə müraciət edə bilərik, onun ölçülməsinə baxa bilərik. Bu fibrinin parçalanma məhsuludur, bilirik və demək olar ki, bütün laxtaların əmələ gəldiyi tip problemlərdə olduğu üçün yüksək həssasdır, amma az spesifikdir və standart sərhədi 500 nanoqram millilitr götürülür, amma 60 yaşdan yuxarı 750 götürülür. Bir də belə bir şey yazılmışdı ki, 60 yaşdan yuxarı daha fərdi və dəqiq sərhədi tapmaq üçün yaşı ona vurmaqla da müəyyən edə bilərik sərhədini, xəstə üçün olan sərhədini. MRT və KT müayinələrinə o qədər də çox müraciət olunmur. Çünki dediyim kimi ultrasəs özü əslində yetərli olur, effektiv olur, amma burada da yenə də şəkillər qoymaq istədim ki, xüsusilə MR venoqrafiya zamanı, yəni tromblar mütləq şəkildə görünürlər. Diferensial diaqnozda isə bayaq dediyimiz kimi Baker kistasını mütləq şəkildə çıxdaş etmək lazımdır. Bu zaman ağrı daha şiddətli olur. Bir də əgər gənc qadınlarda tez-tez təkrarlanan sol budun ödemi varsa, bu zaman bayaq anatomiyada vurğuladığım May-Turner sindromunu belə deyək, nəzərə almaq lazımdır. Bu zaman bayaq dediyimiz kimi sol qalça venası sağ qalça arteriyası ilə sıxılır və bu da bayaq dediyimiz kimi yəni sıxıldığı üçün, müəyyən qədər staza səbəb olduğu üçün dərin venotrombozu üçün risk faktorudur. Bunu belə deyək, yadda saxlamaq lazımdır. Bir də dərin venotrombozunu posttravmatik sindromla da fərqləndirmək lazımdır. Burada ümumiyyətlə bir çox simptomlar fərqlənir ki, indi bu barədə danışacağıq. Posttravmatik sindrom bir növ dərin venotrombozundan sonraki mərhələdir və dərin venotromboz zamanı həm tromb əmələ gəlmə proseslərinə görə, həm də paralel olaraq sklerotik proseslər getdiyinə görə
Vena damarları biz bilirik ki, qapaq və klapanlardan ibarətdir. Bu aparatı pozulur və artıq qanı əvvəlki kimi ötürə bilmir və belə olduqda həm damarın özündə qan qalır, həm də bu perforant venalar vasitəsilə hətta olur ki, səthi venaların özü də bir növ qan deposuna çevrilir və artıq burada qan dövranının zəifləməsi nəticəsində yaralar əmələ gələ bilir. Belə ki, burada simptomlar bir növ ayağın böyüməsi, diffuz ödemli olması, hətta bayaq dedik, əgər səthi venalar qan deposuna çevrilibsə, varikoz mənzərə, əgər çox ağır formadırsa, adi və trofik yaralar olur. Bu xəstəlik özü də 3 mərhələdə gedir. Dərin vena trombozundan sonra 1 il ərzində, məsələn, bu birinci mərhələ adlanır. Burada hələ simptomlar o qədər də çox görünmür. Sadəcə venoz çatışmazlığının simptomlarına rast gəlinir. Bayaq dediyimiz ola bilər, ayaqda biraz qırmızılıq olur, temperatur olur və əgər üstünə düşülməzsə, müalicə olunmazsa, bu artıq ikinci mərhələyə keçir ki, burada bayaq dediyimiz o diffuz ödem kimi əlamətlər görünməyə başlayır. Demək olar ki, ikinci mərhələdə də əslində yaxşılaşmaya o qədər nail olmaq olmur, amma üçüncü mərhələdə bu demək olar ki, mümkünsüzdür. Çünki trofik yaralar mərhələsidir. Venoz xoralar mərhələsində ayaqda artıq yaralar əmələ gəlir. Və müalicəsində, xüsusilə posttrombotik sindrom müalicəsində və belə deyək, elastik kompressiya biz bilirik, yəni bu sıxma üçün istifadə olunur ki, müəyyən qədər təzyiq göstərsin və qan dövranı yaxşılaşsın. Bir növ buna bənzəyən dəyişən pnevmokompressiya üsulu var. Bu belə burada gördüyünüz xüsusi aparatdır və bu taxılır aşağı ətraflara və özü müəyyən vaxt aralığında hava ilə ayaqları sıxır, buraxır və sanki həm damar drenajını, həm limfa drenajını yaxşılaşdırmağa çalışır. Bundan başqa dərman, fizioterapiya da xəstələrə aparıla bilər, yenə qan dövranını yaxşılaşdırmaq üçün. Bir də ki, ən əsas dərman müalicəsidir ki, bu haqda əslində pulmonar emboliya zamanında danışacağam. Bayaq dediyim kimi, müalicə demək olar ki, eyni aparılır. Ona görə indi posttrombotik sindromun digər üsullarından da danışım, müalicə üsullarından da. Burada belə deyək, bayaq dediyim kimi, ola bilər ki, səthi venalarda qan deposuna çevrilsin. Ona görə endovazal lazer koagulyasiya üsulundan istifadə oluna bilər. Bu zaman bir növ temperatur verən boru venaya salınır və daha sonra sanki bu venalar istinin təsirindən kollapsa uğrayır. Bu müəyyən qədər müalicəvi metod sayılır. Və həmçinin miniflebektomiya üsulu da var ki, bu zaman həmin o deməli tromb olan vena üzə çıxarılır və müəyyən qədər kəsilir. Sonra isə bu amma kiçik trombozlar zamanı belə deyək də aktualdır. Daha sonra bunlar uclar bir-birinə tikilir və yenidən yerinə qoyulur. Proses bu cür başa çatır. Bir də ki, qan axınının alternativ yollarla yaradılması üçün şuntlama, suni kanal yaradılmada edilə bilər posttrombotik sindrom zamanı. Amma dərin venoz trombozun və həmçinin pulmonar emboliyanın da əsas müalicəsi dərman müalicəsi olacaq. Bunu pulmonar emboliyanın sonunda danışsam daha yaxşı olar, ikisini bir yerdə paralel şəkildə. Amma belə bir şey deyim ki, dərin venoz tromboz zamanı əgər dərman müalicəsi effekt verməyəcəksə, bu zaman kateter ilə birbaşa trombolizis aparılır və bu ilk seçimdə ola bilər, yəni yanaşmadan asılıdır. Bu zaman əsasən alteplaza istifadə olunur və alteplazadan istifadə olunur və belə deyək, 100 min təsir vahidi kateterlə birbaşa vurulur. Bu həm nəticə daha rahat əldə alınır, daha tez əldə olunur, həm də ki, yəni daha effektiv üsuldur. Bundan sonra isə dərin vena trombozu, belə deyək, pulmonar emboliya ilə nəticələnir ən sonda. Əgər təbii ki, müalicə olunmazsa, bu onun ən böyük ağırlaşmasıdır və pulmonar emboliya hətta ölüm səbəbinə görə dünyada 3-cü yerdə sayılır. Burada etiologiyası dediyimiz kimi əsas xüsusilə də baldır və bud venalarında olan trombdur, amma ola bilər ki, emboliya qeyri-trombotik mənbələrdən də yaransın, ola bilər hava, pi və s. yad cisim, hətta şiş də ola bilər. Və burada yenə də müəyyən diaqnostik cədvəllər var, hansı ki, hansı xəstələrdə pulmonar emboliya riski daha çox ola bilər.
burada isə bu da yenə əlamətlərə əsaslanan bir şeydir. Yəni simptomatikaya əsaslanır. Simptomatikası əslində spesifik burada heç nə yoxdur və bu bizi belə deyək də çox çətinə salan bir hissədir. Çünki məsələn xəstələrdə kəskin nəfəs darlığı olur, taxikardiya müşahidə olunur, taxipnoya müşahidə olunur. Bu demək olar ki, bütün xəstələrdə rast gələn əlamət olur. Ola bilər ki, əgər ağciyər infarktına keçibsə, pulmonar embol damarı tutduğu üçün ağciyər infarktı yaranıbsa, ola bilər hemoptiziya olsun xəstələrdə. Öskürək və sinə ağrısı da rast gəlinən əlamətlərdəndir. Ümumiyyətlə xəstəliyin ağırlıq dərəcəsi həm tromboembolun həcmindən asılıdır, həm ola bilər ki, belə deyək, spazmın dərəcəsindən asılıdır, həm də ki, əgər ikincili tromb qopacaqsa, onun sürətindən çox şey asılıdır. Və burada biz belə deyək, fiziologiyasına nəzər salsaq, embolun trombu tutması nəticəsində pulmonar arteriyada təzyiq artır və bu təzyiqin artması bir növ kapilyarların partlamasına səbəb olur və bu zaman belə deyək, həm alveollara qan dolmağa başlayır, bu normal nəfəs almanı pozur, həm də reflektor olaraq tənəffüsün sürəti artdığı üçün taxipnoya yaranır. Bundan başqa biz bilirik ki, əgər qidalanma pozulubsa, deməli ağciyərlərin ventilyasiyası ilə perfuziyası arasındakı münasibət pozulub və belə deyək, bu zaman və artıq arterial hipoksemiya baş verir. Bronxospazm baş verdiyi üçün ağciyərlərdə ölü sahələr artır, ola bilər atelektaziyalar yaranmağa başlayır. Burada ola bilər ki, orqanizm özü trombolizə uğratsın, əgər söhbət kiçik ölçülərdən gedir, ya da ola bilər ki, embolun özünü müəyyən qədər lisə uğratsın, amma tam uğrada bilməsin. Bu zaman toplanır və artıq xroniki tromboembolik pulmonar hipertenziya əmələ gəlir ki, bu haqda birazdan danışacağıq. Təsnifatı özü belə deyək, bizim kitablarda massiv və submassiv bir qrup yazır, amma xarici ədəbiyyatlarda massiv, submassiv, qeyri-massiv və xroniki olaraq bölünür. İlk öncə massiv formadan danışsaq, bu zaman həm belə deyək, yəni digər bayaq dediyimiz kimi təngənəfəslik ilə başlayır, ola bilər ağrı ilə başlayır və infarkt varsa artıq qan ayxırmaya keçir. Və massivin submassivdən əsas fərqi olur ki, burada həm sağ mədəcikdə disfunksiya var, həm də gözlə görünən təzyiqin dəyişməsi var. Belə ki, sistolik təzyiq ya 90 mm civə sütunundan aşağı düşüb, ya da ola bilər ki, 15 dəqiqə ərzində 40 mm civə sütunundan 40 mm civə sütunu fərqlə aşağı düşür. Yəni bu ikisi bu massiv tromboemboliya zamanı rast gəlinən əlamətdir. Bundan başqa, yəni bayaq dediyimiz taxikardiya, taxipnoya əlamətləri hələ də burada da aktual olaraq qalır. Ola bilər ki, massiv belə deyək, tromboemboliya zamanı 3-cü tonun aksenti olsun, paradoksal nəbz olsun. Submassiv tromboemboliya zamanı isə bu zaman yenə sağ mədəciyin disfunksiyası olur, amma biz təzyiqi normal görürük. Yəni təzyiqdə o qədər də böyük fərq görmürük. Bunlarda belə deyək, risk faktor insanlar, dərin vena trombozu olan insanlar sözsüz. Bundan başqa əgər yaş 80-dən yuxarıdırsa və ya belə deyək də tibbi anamnezində xərçəng varsa, xroniki pulmonar xəstəliyi varsa, bu insanlar daha çox submassiv ağciyər tromboemboliyası üçün risk mənbəyidirlər. Bir də belə deyək, qeyri-massiv tromboemboliya var ki, bu zaman da ola bilər ki, müəyyən qədər ağrılar müşahidə olunsun. Təbii ki, şiddəti fərqlənir. Bu daha çox belə deyək, kiçik damarların ya da ki, böyük damarların kiçik trombla tutulması zamanı yaranır. Bir də xroniki tromboemboliya var ki, bunu biraz öncə də dedik. Ya ola bilər ki, kiçik tromblar birlikdə toplanır, damarın mənfəzini tutmurlar, amma xroniki prosesə səbəb ola bilirlər. Ya da ola bilər ki, məsələn, kəskin tromboembolik proses baş verib, amma ya tam lizisə uğramayıb, ya da ola bilər rekanalizasiya olunub, amma tam getməyib. Bu zaman onun üstünə yenidən tromb kütlələri toplanaraq xroniki tromboemboliya çevrilir. Bu özü bir növ pulmonar hipertenziyaya səbəb olan xəstəliklərdən biridir. Diaqnozunda, yəni birinci növbədə anamnez və klinik müayinə əsas rol oynayır.
bayaq dediyimiz kimi bütün laxtalanma və emboliya proseslərində olduğu kimi D-dimer testinin yenə skrininqi aparılır və burada artıq ən əsas müalicə ya KT angiografiyadır, bir növ qızıl standartda bizə əsas cavabı verən. Amma əgər böyrək çatışmazlığı varsa, yəni xəstədə ona əks göstəriş varsa, bu zaman ventilasiya, perfuziya, skan daha belə deyək, daha çox məlumat daha çox istifadə olunur. Bunlardan əlavə rentgendə də bəzi əlamətləri görmək ola bilər. Belə ki, əgər ağciyər infarktı baş veribsə, pulmonar emboliya nəticəsində, bu zaman biz əsası plevraya baxan üçbucaq görürük, Hampton üçbucağı adlanır. Və ya ola bilər ki, Wassermann əlaməti görək. Belə ki, pulmonar emboliya olan hissədə sanki ağciyər şəklinin müəyyən qədər itməsi və ya azalması müşahidə olunur. Bir də Pallas əlaməti var ki, bu zaman enən belə deyək, pulmonar arteriya belə deyir ki, sosiska formasında şişir. Bir növ yəni böyük görsənir. Bu da rentgenoloji əlamətlərdən biridir. Və bir də ola bilər ki, biz EKG-də də bizə köməkçi ola bilər burada. Bu həmişə görsənən əlamət deyil, belə deyək, amma yəni informativdir. Görürüksə pulmonar emboliyadan şübhələnməyə əsasımız var. Bu zaman xüsusilə 3-cü aparmada və ola bilər V1, V4-də də olsun, amma xüsusilə 3-cü aparmada biz T-nin inversiyasını görürük və həmçinin 3-cü aparmada sanki Q dalğası daha dominant olur. Birinci aparmalarda isə əksinə S daha dominant olur. Bu S1, Q3, T3 əlamətini görürük EKG-də. Bir də ola bilər ki, ekokardioqrafiya da bizə kömək etsin pulmonar emboliya zamanı. Bu belə deyək, bu əlamətin adı 60 əlaməti adlanır. Belə ki, bu zaman biz iki göstəricini ölçürük. Biri pulmonar akselerasiya vaxtıdır. Bu belə deyək, sistolik, yəni pulmonar arteriyanın sistolik dolmasından onun maksimal dolduğu axına qədər olan vaxtdır və əgər 60 millisaniyədən aşağı düşübsə, həm bu, həm də ki, yəni 3 taylı qapağın təzyiq qradiyenti 60 mm-dən aşağı düşübsə, bu da bizə pulmonar emboliyadan şübhələnməyə əsas verir. Həmçinin 3 taylı qapağın təzyiq qradiyenti bizə pulmonar hipertenziyada da çox informativ olacaq. Bundan başqa isə ekokardioqrafiyada McConnell əlaməti var ki, bu da bizə kömək ola bilər. Göstərəcəm. Bu zaman sağ mədəcin apeksi daha hərəkətli yığılır. Nəinki onun, yəni bazal divara əsasən sağ apeks daha hərəkətli yığılır. Bu da belə deyək, simptomatik əlamətlərdən biridir. Və bayaq dediyimiz kimi ventilasyon, perfüzyon, sintiqrafiyadan da istifadə olunur. Belə ki, yəni ventilasiyanın şəkillərini görürük, normaldır. Lakin perfuziya zamanı bu iki tərəfli bərabər görüntü qorunmamış olur. Bu da pulmonar emboliyadan xəbər verən əlamətlərdən biridir. Bir də bayaq dediyimiz, o dərin vena trombolunda dediyimiz laxtanın özünün birbaşa vizualizasiyası əslində pulmonar emboliyada da ola bilər. Belə ki, burada bu xəstədə tromb özü sağ mədəcikdə xəstədə görünürdü. Bu özü məsələn pulmonar emboliya üçün risk faktorudur. Qoşa bilsəm. Qoşacağım. Bu özündə məsələn ultrasəs müayinəsi zamanı bu görünüb, təsadüfən aşkar olunub bu arada. Oxuduğumda yəni belə deyirdi. Və dediyimiz kimi əsas müayinələrdən biri KT-dir. Bu KT zamanı həm ola bilər ki, biz sağ mədəciyin genişlənməsində görək, yəni bu da bizə köməkçi bir əlamətdir, amma yəni əsas əlamət gördüyümüz kimi pulmonar arteriyaların bir növ blokadasıdır embolundan. Bir də biz dedik ki, xroniki pulmonar tromboembolizm var. Xroniki pulmonar tromboembolizm var. Bu daha xroniki bir proses olduğu üçün bu zaman biz bu embol olmayan arteriyadan başqa digər arteriyaların kəskin böyüməsini görürük. Məsələn, xəstələri əgər KT şəklini çəksək, məsələn, burada
baxın görünür. Həm sağ və sol bronxial arteriyalar, həm qabırğaarası arteriyalar, həm də ki bu arteriyaların hamısı genişlənir və hətta biz sadəcə qabırğa qövsü hissəsinin şəklini çəksək belə sağla sol qabırğaaltı arteriyalar arasındakı bu genişlənmə hədsiz çox gözə çarpır. Bu xroniki pulmonar tromboemboliyadan xəbər verir. Və müalicəsində bayaq elə dərin vena trombozunda dediyimiz kimi əsas müalicə dərman müalicəsidir və yəni şübhə belə deyək, təsdiqlədiyimiz zaman mütləq antikoagulyasiyaya başlamalıyıq. Bir də aşağı boş vena kava filtrlərindən istifadə olunur, amma bunu deyim, buna çox nadir belə deyək biz müraciət edirik. Və əgər antikoagulyasiyaya əks göstəriş varsa, ya da xəstədə qayıdan, təkrarlanan venoz tromboembolizm varsa, ancaq bu zaman müraciət edirik. Əsasən müraciət olunmur. Antikoagulyasiya isə belə deyək, 3 növ aparıla bilər. Birinci növbədə parenteral heparin belə deyək də köçürülməsidir. Bu 5-7 gün ərzində aparılır və 24 saat sonra buna varfarin biz əlavə edirik, varfarin qoşulur. İkinci formada ola bilər ki, yenə parenteral heparin köçürürük və artıq 5 gün sonra keçirik oral antikoagulyat müalicəsinə, əsasən dobiqatran. Bu daha çox xəstələrdə aparılır, hansının ki yenidən biz düşünürük ki, qayıtma riski var. Bu zaman biz bu üsula əl atırıq və bir də bir növ antikoagulyasiya da var ki, bu zaman biz oral rivaroxabandan istifadə edirik 3 və ya 1 həftəlik müalicə kursu ilə. Bu əsasən venoz tromboembolizmi olan və paralel olaraq belə deyək də xərçəng xəstəliyi olan şəxslərdə istifadə olunan antikoagulyant terapiyadır. Əgər xəstələrdə massiv pulmonar emboliya varsa, bu zaman biz əgər şoka giribsə, norepinefrin, dobutaminlə müalicəyə başlayırıq və burada artıq biz mütləq 2 saat ərzində intravenoz alteplazanı köçürtməyə başlamalıyıq, 50 mg və bayaq dediyim o kateterlə birbaşa trombolizis burada da əslində keçərli bir üsuldur. Və əgər xəstə yəni massiv pulmonar emboliyadısa və ya kardiogen şoklu hallardadırsa və ola bilər ki, fibrinoliz ala bilmir və ya fibrinoliz tətbiq olunur, amma keçməyib, yəni xəstənin əlamətləri keçmir və bir də bayaq o gördüyümüz keysdəki kimi sağ ürəkdə tromblar varsa, bu zaman embolektomiya əsas göstərişdir. Embolektomiya əməliyyatı bu açıq aparılır və ürək mütləq bypass olunur. Daha sonra isə pulmonar arteriya invaziya olunaraq belə deyək də tromb kütləsi çıxarılır və arteriya yenidən tikilir. Bir də bayaq da dedim əslində venoz tromboembolizm xəstəliyi özü qayıda bilən bir xəstəlikdir və bunun da risk faktorları var. Xüsusilə bayaq dediyim kimi xərçəng xəstəsi olanlar və antifosfolipid sindromu olanlar bu xəstəliyin qayıtmasına çox meyllidirlər. Ona görə onları nəzarət altında saxlamaq lazımdır və onlara daim oral rivaroxaban yazılır bu xəstələrə. Bundan sonra isə belə deyək, pulmonar emboliyanın xroniki formasının bir növ səbəb olduğu xəstələrdən biri pulmonar hipertenziyadır. Demək olar ki, hardasa bu xəstələrdə müəyyən qədər sıx əlaqəlidirlər. Tərifdə belə verilir ki, orta pulmonar arterial təzyiqin 25 mm civə sütunundan istirahət zamanı 25 mm, məşq zamanı isə 30 mm civə sütunundan çox olması pulmonar hipertenziya adlanır və bunun özü də 5 qrupa bölünür. Bunun birincisi birincili pulmonar hipertenziyadır və bu özü idiopatik, yəni genetik ola bilər. Bu zaman məsələn genetik formalardan biri BMRP2 geninin mutasiyasıdır. Bu böyümə faktorunu kodlaşdıran gendir və onun mutasiyası nəticəsində baş verir. Patoloqiyasında onu deyəcəm niyə bu səbəb olur pulmonar hipertenziyaya. Bundan başqa ürək xəstəlikləri ilə assosiasiya olunan forma var, ağciyər xəstəlikləri ilə və bayaq dediyim xroniki tromboemboliya xəstəliyi ilə assosiasiya olunan forma var. Bir də
digər forma var. Yəni bu digər səbəblərdən adlanır. Burada əsasən deməli ya hematoloji xəstəliyi var şəxsin, ya da ki birləşdirici toxumalı sistem xəstəlikləri var. Ola bilər ki, reumatoid artrit var, ola bilər sklerodermiya var, ola bilər xəstədə Kres sindromu var. Bunlar özü də pulmonar hipertenziya üçün belə deyək, namizəddirlər bir növ. Bir də ürək kateterizasiyasına göstəricilərinə əsasən olan bir belə deyək də bir növ təsnifat var. Bunun əslində kateterizasiyada daha geniş danışmağa çalışacağam, amma adlarını çəkmiş olaq ki, prekapillər və postkapillər ola bilirlər. Postkapillər özü də izolyasiya olunmuş və kombinə olunmuş formalara bölünür. Bayaq dediyimiz kimi xroniki tromboembolik pulmonar hipertenziya inkişaf edə bilər xroniki tromboemboliya zamanı. Burada əsas əlamət odur ki, biz bayaq dedik ki, pulmonar hipertenziya zamanı belə deyək, tərif belədir ki, təzyiq 25 mm civə sütunundan çox olmalıdır, amma bu xəstələrdə belə olmur və bunun da bir növ diaqnostikası belə deyək, 3 əlamətə görə qoyulur. Biz KT-də trombları görürük, xroniki trombları görürük. Ekokardioqrafiyada sağ mədəciyin genişlənməsini görürük, amma istirahət zamanı ağciyər hipertenziyasının olmamasını görürüksə, bu bizə artıq pulmonar hipertenziyanın bu formasından şübhələnməyə əsas verir. Bundan başqa bir də o 5 formada olmayandan başqa bir də portopulmonar hipertenziya var. Bizim kitabların təsnifatında məsələn buna da yer verilir. Bizim kitabların təsnifatı çox fərqli idi ümumiyyətlə. Nəsə bir növdə portopulmonar hipertenziya idi. Bu portal hipertenziya ilə paralel rast gəlinən bir formadır. Xüsusilə qaraciyər xəstəlikləri və xüsusilə sirroz fonunda rast gəlinir. Belə ki və əsasında deyir ki, belə durur ki, yəni sirroz zamanı bu spazma, yəni damar spazmına səbəb olan mediatorlar bir növ qaraciyər metabolizmindən qaçırlar sirroz zamanı hepatositlərin funksiyası çoxu pozulduğu üçün və ağciyərlərə gəlib çatırlar və ağciyərlərdə damarların spazmına səbəb olduqları üçün pulmonar hipertenziya yaradırlar. Ona görə də məsələn sirroz olan xəstələrdə bunu nəzərdən qaçırmamalıyıq. Amma əsas fiziologiyası, əsas patofiziologiyası 3 əsas faktora əsaslanır. Bunlardan ən birincisi vaskulyar spazmdır. Bu da biz bilirik ki, məsələn, ən güclü vazokonstriktor pulmonar arteriyalar üçün endotelin 1-dir və onun səviyyəsinin yüksəlməsi. Ola bilər ki, bəzi genetik formalarda kalsium və kalium kanallarının funksiyasının pozulması özü də vaskulyar spazma səbəb ola bilər. Bundan başqa deməli həmin əzələlərin anormal proliferasiyası da yenə də spazma səbəb olan faktordur və burada məsələn böyümə faktorlarının hədsiz çox ifraz olması, bayaq dediyimiz o BMRP2 geninə mutasiyası zamanı, məsələn bu böyümə faktorları hədsiz çox ifraz olunduğu üçün damarların proliferasiyası artır və bu özü belə deyək də spazma səbəb olduğu üçün pulmonar hipertenziya inkişaf edir. Bir də təbii ki, hipoksiya ilə əlaqədar olaraq, bu əsasən hipoksiya ilə əlaqədar olaraq həmin damarların yenidən remodelinqidir. Bu əsasən bayaq dediyimiz 2 və 3-cü tip pulmonar hipertenziyanın əsasında duran patofiziologiyadır. Yəni ağciyər xəstəlikləri və ürək xəstəlikləri əlaqədar olan formanın. Bir də serotonin də pulmonar arterial hipertenziyada rolu var. Belə ki, məsələn, bizim kitablarda təsnifatın bir forması da pəhriz fonunda olan pulmonar arterial hipertenziyadır və burada deyilir ki, anoreksik preparatların istifadəsi, xüsusilə aminoreksin qəbulu, bunlar hamısı serotonin mübadiləsinə təsir göstərirlər, serotonini artırırlar və serotonin həm pulmonar arteriyalar üçün güclü vazokonstriktordur, həm də əzələnin proliferasiyasını stimulə edən bir maddə olduğu üçün bir növ hər iki patofizioloji yolu aktivləşdirir də. Ona görə də bu maddələri, bu dərman maddələrini istifadə edən şəxslərdə pulmonar arterial hipertenziyanı nəzərdə tutmaq lazımdır. Bundan da əslində simptomatikası belə deyək də özünə xas spesifikliyi yoxdur. Yenə nəfəs darlığını, yenə sinkopu, yəni bayılmaları biz görə bilirik. Bundan başqa burada fərqli bir əlamət olaraq səsin xırıltılı olması əlaməti var ki, bu həmin ağciyər arteriyasının qırtlaq sininin sıxması nəticəsində belə gəlir.
Bir də pulmonar hipertenziyanın biz 5 forması demişdik ki, 5-ci forma digər formadır və bu birləşdirici toxumalı sistem xəstəliklərlə əlaqədar olduğu üçün ola bilər Raynaud fenomeni olsun xəstələrdə. Ümumi baxsaq, yəni əlamətlər yağciyər əlamətlər olur ya da sağ mədəci çatışmazlıqla əlaqədar yaranan əlamətlər olur. Belə ki, məsələn, sağ mədəcin sərhədləri genişlənir, EKG-də sağ mədəci hipertenziyasına aid dəyişikliklər olur. Ola bilər ki, hətta yəni o qədər inkişaf edir ki, artıq böyük qan növranı da pozulur deyə hepatomeqaliyanı və sair əlamətləri görə bilərik. Və diaqnostikasında bayaq dediyim kimi, məsələn, sağ mədəci hipertenziyası əlamətləri üçün elektrokardioqrammadan istifadə oluna bilər. Əsas qızıl standart, yəni pulmonar arteriyaların kateterizasiyasıdır. Amma ekokardioqrafiyada kateterizasiya qədər olmasa da çox məlumat verən bir üsuldur. Belə ki, biz ekokardioqrafiya zamanı 2 göstərici bizə lazım olur. Bunlardan biri bayaq dediyimiz 3 taylı qapağın bu təzyiq qradiyentidir. Bu zaman onun sürəti ölçülür və burada olan bir nul tənliyində o yerinə qoyulur və təzyiq qradiyenti tapılır. Daha sonra isə bunun üstünə sağ qulaqçıq təzyiqinin rəqəmi gəlinir və sağ mədəci zirvə sistolik təzyiqi müəyyən edilir. Bu təzyiq elə ürək kateterizasiyası ilə əldə edilən ağciyər arteriyasının sistolik təzyiqinə yaxın bir göstərici olduğu üçün bayaq dedim ki, kateterizasiya qədər məlumatlı bir üsuldur. Üç taylı qapağın qradiyentini belə ötürücü özü birbaşa ölçür. Amma sağ mədəci sağ qulaqçıq təzyiqini tapmaq üçün isə bu zaman bizə bir növ bir cədvəl köməkliyi göstərir və biz burada aşağı boş venadan istifadə edirik. Aşağı boş venanı həm uzunluğa formada, belə deyək, diametrini ölçürük və bundan başqa isə xəstəyə belə deyək, nəfəs almasını deyirik və bu zaman həmin aşağı boş venanın nə qədər kollaps olursa, onun faiz dərəcəsini ölçürük və o 2 ölçüyə əsasən biz xəstədə təxmini sağ qulaqçıq təzyiqini tapırıq və bayaq dediyimiz ölçü ilə topladıqda dediyim kimi sağ qulaqçıq zirvə sistolik təzyiq alınır və bu elə kateterizasiya zamanı alınan arteriyanın orta təzyiq göstəricinə yaxın bir göstəricidir. Ona görə də çox məlumat vericidir. Bundan başqa bayaq dedik ki, sağ mədəcin hipertrofiyası olur pulmonar hipertenziya zamanı və burada yəni tipik olaraq sağ mədəcin genişlənməsini biz görürük ekokardioqrafiyada. Bundan başqa isə bir də burada biz diaqnostika zamanı perfüzyon sintiqrafiyadan istifadə edirik. O da ən əsas bayaq dediyimiz o xroniki tromboembolik pulmonar hipertenziya zamanı bu çox informativ üsuldur. Belə ki, normalda, məsələn, bu öndən, üzr istəyirəm, sağdan, öndən, arxadan və soldan normal görüntüsüdür ağciyərin perfüzyon sintiqrafiya zamanı. Bu B variantında isə xəstədə məsələn, xroniki tromboembolizmlə əlaqədar pulmonar hipertenziya olduğu üçün perfüzyon sintiqrafiyada da, yəni perfüziya olunmayan sahələr var. Həmin bu tromboembolla əlaqədar olaraq. Və ən əsas üsul elə kateterizasiya üsuludur və elə bayaq dediyimiz kimi hətta kateterizasiya üsuluna uyğun təsnifat da var. Burada biz əsas orta pulmonar arterial hipertenziyanı ölçürük. Daha sonra isə belə deyək, həm pulmonar kapilyar təzyiqini ölçürük və daha sonra isə postkapilyar diastolik təzyiq qradiyentini ölçürük və buna görə də bir növ 5 qrupa bölünür bizim pulmonar hipertenziyamız. Deməli, pulmonar kapilyar təzyiqinə görə prekapilyar və postkapilyar ola bilər. Prekapilyar pulmonar hipertenziya əsasən bu zaman göstərici pulmonar kapilyar təzyiq 15 mm civə sütunundan aşağı olur və burada xroniki tromboemboliya ilə əlaqədar olan pulmonar hipertenziya məsələn bu qrupa aiddir. Postkapilyar formada isə 15-dən yuxarı olur və ikinci forma olan ürək xəstəlikləri ilə əlaqədar pulmonar hipertenziya o bu qrupa aiddir. Amma postkapilyar özü də bayaq dediyimiz kimi izolə olunmuş və qarışıq formalara bölünür, amma demək olar ki, izolə olunmuş və qarışıq formaların klinikada o qədər də çox fərqi olmur. Çünki məsələn hər ikisi də ürək xəstəlikləri ilə əlaqədar olan pulmonar hipertensiyada rast gəldiyi üçün
müalicəsi demək olar ki, eyni aparılır. Və bayaq dediyimiz kimi pulmonar hipertenziyanın əsasında 3 mexanizm durur da, damarların spazmı və onların belə deyək proliferasiyası, yəni hiperplaziya və proliferasiyası və remodelinqi durduğu üçün elə müalicədə bu yöndə aparılır və vazokonstriksiyanın birinci qarşısını alır. Ona görə də endotelin blokatorlarından istifadə olunur. Daha sonra həm vazodilatasiya effekti vermək üçün, həm də proliferasiyanın qarşısını almaq üçün NO yolunu aktivləşdirənlər və prostatiksiklin analoqlarından dərman müalicəsində istifadə olunur. Bir də bayaq dediyimiz kimi ola bilər ki, pulmonar hipertenziya genetik olaraq məsələn kalsium kanallarında defekt əlaqədar olsun. Bu zaman oral kalsium kanal blokatorlarından istifadə olunur. Bu birincili formada çox yaxşı cavab verir. Və amma əsas bizim istifadə etdiyimiz prostatiksiklin analoqları və endotelin reseptorunun antagonistləri olur. Bir də bir maddə var ki, riokiguat. Buna diqqət çəkmək istəyirəm. Bu bayaq dediyimiz o NO yolunu aktivləşdirən preparatdır. Əslində bir növ yeni preparat sayılır. Effektivliyi nə qədər yaxşı olduğu hələ də müzakirə olunur, amma yəni xəstələrə yazılır, belə deyək də. Qəbulunda belə deyək, ziyan olan, yəni ziyanı görülməyib hələ ki. Bundan başqa bəzi cərrahi müdaxilələr də var ki, bunlardan birincisi pulmonar endarterektomiyadır. Bu yenə xroniki tromboembolik pulmonar hipertenziyası olan xəstələr üçün göstəriş olan üsul sayılır. Burada bir neçə xəstələrdən olan toplanmış tromboemboldur, ona görə bu qədər çox görünür. Yəni bunlar müəyyən vaxt aralığında bu köhnə qan laxtaları çıxarılır və xəstəyə bir növ rahatlıq gətirilməyə çalışılır. Digər bir üsul isə cərrahi üsullardan balon pulmonar angioplastikasıdır. Burada isə bilirik ki, əsasında pulmonar arteriyanın spazmı tutduğu üçün bu zaman yəni balon kateterlərdən istifadə olunur və bir qədər o vazospazmı açmağa çalışırlar bu əməliyyatlar zamanı. Bu da yenə fiziki fəaliyyət qabiliyyətini artırmaq üçün təsirli olan bir üsul olduğu deyilir. Bir digər belə deyək, bir növ yeni üsul isə arterial septostomiyadır. Bu zaman normalda sol və sağ qulaqçıq arasında bilirik ki, deməli oval dəlik var və bu zaman balon vasitəsilə ürəyin belə deyək də ürəyin kamerasına daxil olunur və bu aralıq bir qədər genişləndirilir ki, sağ qulaqçıqdakı təzyiqi azaltsınlar və ürəyin daha yaxşı işləməsinə səbəb olsunlar. Bu da amma dediyim kimi, sırf xəstələri bir növ belə deyək də simptomatik olaraq yaşlaşdırmaq üçün istifadə olunan üsullardan biridir. Və bir də daha üst formalarda, yəni daha artıq şiddətli formalarda transplantasiya, bayaq keçən dəfə danışılan mövzu ola bilər ki, göstəriş olsun, amma bu çox nadir aparılır. Çünki burada təkcə ağciyərin yox, yəni ürək ağciyər transplantasiyasından söhbət getdiyi üçün bir qədər belə deyək də maliyyətli bir üsuldur və riskli bir üsuldur. Bundan başqa isə desən, bu qədər olmalıdır. Ümid edirəm ki, qəşəng danışa bildim və kömək edə bildim. Nəsə sualınız varsa bir yerdə müzakirə edək. Çox sağ olun Mayra. Sağ olun. Kimisə sualı varmı arkadaşlar? Mənim sualım var, çoxdur biraz. Nəzrin əl qaldırmışdın. Okay. Deyəsən yox, onda mən suallarımı verə bilərəm. Belə çıxarqa. Hə. Deməli, birincisi səncə bu, deməli, ilk öncədə augmentasiyadan danışdın. Məsələn, mən o metoda baxdım, belə sadə görünür, əlçatandır və səncə nəyə görə ədəbiyyatlar onu çox istifadə edilmədiyini qeyd edir? Mən elə başa düşdüm ki, düzü, məsələn, bu kompressiya üsulundan bir qədər oxşuyur da, düz deyil. Elə ikisində də sıxılmaya əsaslanır. Elə yəni kompressiyada onsuz da sıxanda bağlanmırsa, mən belə düşündüm ki, o ilə biz əldə edə biliriksə cavabı da bir də nə bilim axını qoş, axını gör, ölç, axın var yoxsa. Ona görə düşündüm ki, ədəbiyyatlar çox qeyd eləmirlər. Hə, aydındır, tamam, yoxsa. Bir də
Burada ilk öncə danışanda D-dimerdə yaş sərhəddini qeyd elədin. Mən o hissəni tam başa düşmədim. Təkrar. Aydın. Düzü belə biraz mən də o qədər başa düşmədim, amma deməli yazılmışdı ki, bir mənbədə tapsam hətta sizə ataram. Normalda sərhəddi 500 nanoqram millilitr qoyur ki, bundan o tərəfə biz deyirik ki, orqanizmdə yəni laxtalanma prosesi gedir. Amma əgər 60 yaşdan yuxarıdırsa xəstənin yaşı, burada sərhəddi 750 qoyub, amma sonra belə bir haşiyə kənara çıxma kimi deyib də, deyir ki, məsələn, ola bilər ki, xəstənin 65 yaşı var. Siz burada 750 götürməyin. 65 yaşını 10-a vurun, 650. Onun üçün normanı 650 götürün. O sizə daha informativ cavab olar. Yəni 650 görüb sanki 750 deyil də, bu həmində laxtalanma yoxdur deməyin deyə 60 yaşdan yuxarı şəxslərə bir növ daha diqqətli yanaşmaq üçün yaşı ona vurmaqla yuxarı sərhəddə hesablayın deyirdi. O da bir dənə yerdə gördüm, onu da başqa yerlərdə heç görmədim düzü. Başa düşdüm. Səncə elə olanda məsələn normalda 500, indi 750 oldu. Sərhəddə azaltmaqdansa ki, riski daha tez aşkarlayasan, sanki əksini sərhəddə yüksəltdiyi kimi gəldi. Mənə də elə gəldi və sonra fikirləşdim ki, ola bilər yaş artdıqca bəlkə də D-dimer özü də bir qədər orqanizmdə artır. Ona görə sərhəddə çox qoyur ki, yəni 500-dən aşağı hamıya mən belə düşündüm, antikoagulyant müalicəyə başlamayın deyə. Hə, okey. Mən belə başa düşdüm onu. Fikirlər olsa. Evet, fikri olan varsa dinləyək. Sonra bir də ki, deməli yuxarı dərin ven trombozu, məsələn travma falan, amma bilmirəm, idmançılarda da ola bilər müəyyən hərəkətlərdən sonra. Bəzən. Məncə ola bilər. Çünki niyə? Torasik bu çıxış sindromu var. Onun Aha. bir növü var. Bu adını düz demirəmsə üzr istəyirəm. Paget-Schröter forması. Məsələn, o sırf o effort trombozudur da. O sırf məsələn əsasən idmanla məşğul olan şəxslərdə onlarda sıxılma nəticəsində ola bilər ki, vena damarı sıxılsın və onlar da hətta yazılmış ki, idmançılar da risk faktorudular yuxarı ətraf dərin vena trombozu üçün. Görə düşünürəm ola bilər idmançılarda da. Aydındır, okey. Sonra sağın solla sıxılmasında neydi? Mary Turner, nəsə belə bir sindrom idi, səhv eləmirəmsə. Əsasən qadınlarda olur, düzdür? Dedin ki, təkrari şəkildə. Tapsam Hə. Sadəcə onu heç vaxt görməmişdim. Yəni ilk dəfədə deyirsən. Daha doğrusu eşitdim. Ona görə maraqlı gəldi. Sindrom. Mən də ilk dəfə görürdüm May Turner sindromunu. Okey. Başqa yerdə görməmişdim. Yəni Harrisonda qeyd olunub. Yox, Harrisonda deyil. Linkini ataram bu arada. Baxaram görüm hardan götürmüşəm. Okey, tamamdır. Çox sağ ol. Sonra bir dəqiqə, bəlkə uşaqları sıxdım. Aha. Yox, tapmadım sualımı. Okey. Deməli, bu pulmonar hipertenziyada patogenezə baxanda serotonin roldan da gələn. Belə çıxır ki, antidepressant içənlərdə də əslində pulmonar hipertenziya riski var. Doğrumu? Mən də elə başa düşdüm. Düzdür, əsas pəhriz dərmanlarını yazmışdılar, amma mən belə düşünürəm ki, serotonin yanını aktivləşdirirsə, antidepressantlarda da onlar kimi gəlir. Yəni razıyam sənə. Mən də elə düşünürəm. Çünki reuptake'ini zaten bloklayır, ona görə nəzərdə tutdum. Sonra pulmonar hipertenziyada bir dənə dedin ki, genetik rol var və genin adını çəkdin. Hə, bir dəqiqə. Amma onu sonra desən bəhs eləmədik və mən onu xatırlamıram. Bir dəqiqə danışaq. I'm not too big. Deməli, burada BMPR2 geni var. Bilmirəm, ekranın görünür sizdə yoxsa yox. İndi görürüm. Və bu özü belə deyək, transformasiya edici böyümə faktorunu kodlaşdırır və bunun mutasiyası zamanı bu faktorun sintezi artır. Bu faktorun sintezinin artması da bir növ əzələlərin, yəni divar əzələlərinin proliferasiyasını sürətləndirdiyi üçün biz demişdik 3 forma var patofiziologiya, patogenezində. Bu bir növ ikinci forma, yəni anormal proliferasiyanın sürətləndiyi üçün bu genin mutasiyası olan xəstələrdə də pulmonar hipertenziya görünə bilir. Belə bir şey var idi haqqında. Bunu da heç eşitməmişdim. Bir də sonda deməli septosamiya, atrial septosamiya dedin. Və mən orada məsələn həmin o oval, biraz burada bəlkə də anatomik bilgilərimin qısıtlığı gələcək araya. Yəni mənə maraqlıdır. Bu oval pəncərə zaten nətər deyim, balonu saldın, bu biraz genişləndirdin. Sonra o yenidən necə öz yerinə qayıtsın və ikinci məsələ də odur ki, qanın qarışması bəs.
biraz orada məsafəni genişlətdi axı. Ona mən də baxdım ki, bəs bu qan niyə qarışmır da? Bu şəkildə mən elə düşündüm də, biraz çox geniş görünür, geniş böyüdüblər. Orada çox balaca bir dəlik açırlar, çox belə deyim də az miqdarda onu genişləndirirlər ki, nə həm qan çox qarışmış olmasın, amma müəyyən qədər təzyiqi azaltmaq olsun və bu belə deyim də palliativ məqsəd daşıyır, müalicəvi məqsəd daşımır. Prosta xəstənin əlamətlərini yüngülləşdirmək üçündür. Mən qan qarışmama hissəsini balaca olması ilə əlaqələndirirəm ölçünü. Ha valla, o bir hissəsi, bax onu mən də tam bilmirəm ki, o necə elə qalır sonra. Hə, çünki yəni doğulanda bu tərs tamam döngü olur deyə bağlanır da. İndi bu insan zaten yetişkin bir fərddir. O tərs döngü onda olmayacaqsa mənə maraqlıdır ki, sonra yenidən necə qədər. Amma bəlkə də balon yəni cərrahi müdaxilədir, bəlkə də hər şey eləyə bilirsən nəticədə. Ola bilər. İnşallah ki elədir. Okay. Bir də deməli, ay yadımdan çıxdı bu sualım. Okay, bir dənə də sual var amma unuttum. Ola bilər bəlkə təkrarı müdaxilələr olunur, amma deyənlər. Sonradan bitişməyi nəzərdə tutursan, Gərək araşdıraq. sonra. Bir də ki, məsələn, posttrombotik sindromun şəkildə göstərdi. Əgər məsələn DVT-dir deyək ki, DVT deyirəm. Trombu məsələn asimptomatik gedə bilər, doğru? Hə. Getdi sonra məsələn bu posttrombotik sindrom verdi. Məsələn bunun heç bir profilaksisi yoxdur. Lap belə xəstənin məsələn trombu oldu. Gördüm mən bunu, nəsə elədim, amma sonradan posttrombotik sindrom yaranmaması üçün nəsə profilaks eləməliyəm. Deməli, burada dəri vena trombozunu, yəni posttrombotikə keçirtməmək üçün birinci o bayaq dediyimiz və ya da posttrombotikdə məsələn birinci mərhələdə, hətta müəyyən qədər ikinci mərhələdə gəlibsə, bu bayaq dediyimiz o elastik corablar və s. Müəyyən vaxt aralığı ilə pnevmokompressiya edilir xəstələrə ki, vəziyyəti ağırlaşmasın ya da məsələn dəri vena trombozu olub, venalarında müəyyən qədər zəiflik var da, bu posttrombotikə keçəcəyə qədər zəifləməsin. Bir də əgər xəstələr yəni buna qayıtmağına meyillidirlərsə, bu bayaq dediyi qayıdan forması, onda onların antikoagulyant terapiyası davam etdirilir müəyyən aralıqlarla. Bəlkə müəyyən aralıqlarla aralığı yadımdan çıxdı, amma 3 həftə ərzində onlar müəyyən terapiya alırlar ki, yenidən qayıtmasın. Amma erkən mərhələdə gəlibsə xəstələr, o da çox vaxt gəlmirlər. Hə. Aydındır. Yadıma düşdü şəkli, hə. Çox sağ ol. Mənim sualım bitdi. Bitdi. İnşallah informativ olmuşdur sizlər üçün və maraqlı. Elə oldu. Çox sağ ol. Təşəkkür ederim. Siz sağ olun. Çox sağ ol Mahirə. Siz sağ olun.